Azərbaycanın elmi mühiti bu dəfə tibb, texnologiya və şəhərsalmanı eyni platformada bir araya gətirdi. Azərbaycan Tibb Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr edilən Sağlamlıq və Texnologiyanın Zirvəsi adlı beynəlxalq elmi praktik konfrans keçirildi. Nə xoş ki, bugün bizim paytaxt Bakımız, doğma Azərbaycanımız bu cür mötəbər tədbirlərə ev sahibliyi edir və haqqında söhbət açdığımız bu il çərçivəsində bu cür konfransın keçirilməsi əlbəttə ki, böyük uğurdur. Bugün konfrans işinə başlayır, 3 gün ərzində davam edəcək və 200-dən artıq bütün dünyadan təşrif buyurmuş dəyərli ziyalılar, professorlar, akademiklər öz məruzələrini təqdim edəcəklər. Düşünürəm ki, hər zaman olduğu kimi biz yüksək səviyyədə bu tədbiri gerçəkləşdirəcəyik və şübhəsiz bu davamlı xarakter daşıdığı halda bu tədbirin ardı da olacaq. Şəhərsalma və memarlıq ili çərçivəsində təşkil olunan konfrans dünyanın müxtəlif ölkələrindən alimləri, həkimləri və tədqiqatçıları Bakıda bir məkana topladı. 3 gün davam edən beynəlxalq tədbir elm, səhiyyə və müasir şəhərsalma anlayışlarının ortaq nöqtələrini müzakirə platformasına çevirdi. Konfransın əsas ideyası insan sağlamlığının yalnız tibbi xidmətlə deyil, eyni zamanda şəhərlərin planlaşdırılması, ekoloji mühit, rəqəmsal texnologiyalar və innovativ yanaşmalarla birbaşa əlaqəli olduğunu göstərmək idi. Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Ardınca vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad olundu. Universitetin rektoru professor Gəray Gəraybəyli konfransın beynəlxalq əhəmiyyətindən danışaraq bildirdi ki, tədbirdə yalnız yerli mütəxəssislər deyil, həm də Birləşmiş Krallıq, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan gələn elm adamları iştirak edirlər. Universitetimizdə ənənəvi olaraq may ayında, mayın 10-u ərəfəsində Ulu Öndər Heydər Əliyevin ad gününə həsr olunmuş illik elmi konfrans keçirilir. Hər il olaraq bu konfrans universitetin professor müəllim heyəti, eləcə də tələbələrin, rezidentlərin elmi tədqiqatların, nəticələrin müzakirəsinə həsr olunub. Ancaq bu il bu konfransın xüsusi bir rəngi var. Bildiyiniz kimi bu il ölkə başçısı cənab prezident İlham Əliyev tərəfindən şəhərsalma və memarlıq ili qeyd olunub və biz də öz konfransımızın konsepsiyasını bu il elə qurduq ki, şəhərsalma və memarlıq mövzusu ilə insan sağlamlığının mövzusunun inteqrasiyasına və ona həsr olunmuş elmi tədqiqatlara həsr olunub. O vurğuladı ki, müasir tibbdə innovativ texnologiyaların tətbiqi, süni intellektin səhiyyəyə inteqrasiyası və multidisiplinar elmi əməkdaşlıq artıq gələcəyin deyil, bugünün əsas çağırışıdır. Konfransın bu ilki ən diqqət çəkən yeniliklərindən biri şəhərsalma və memarlıq ilinə həsr olunan xüsusi panel oldu. Burada sağlam şəhər konsepsiyası, yaşıl infrastrukturun insan sağlamlığına təsiri, urbanizasiya və tibb elminin qarşılıqlı əlaqəsi elmi əsaslarla müzakirə edildi. Bugünkü konfransda bir çox tədqiqatlar həyat tərzi, sağlam həyat tərzi, insan sağlamlığı və şəhərsalma və urbanizasiya məsələlərin körpüsündə olan problemlərə həsr olunub. Biz çox məmnunuq ki, bugünkü konfransda 7 sessiyadan bir sessiya tamamilə şəhərsalma və memarlıq məsələlərinə və bu məsələlərin insan sağlamlığına, sağlam həyat tərzinə, təsirinə
həsr olunacaq. Bu mövzu bizim tədqiqatçılar tərəfindən çox böyük marağa səbəb olub və onu da qeyd edeyim ki, təqdim olunan məruzələr, elmi işlər, tezislər və məqalələr çox böyük mahiyyət daşıyır. Eyni zamanda bugünkü konferans şəhərsalma və memarlıq sahəsində yeni texnologiyaların tətbiqinə həsr olunub və onların da insan həyatına təsiri öyrənəcək. Ümid edirəm ki, bugünkü konferans, hansı ki, başqa illərdən fərqli olaraq tam multidisiplinar xarakterli bir konferansdır. Həm şəhərsalma məsələlərinə, həm də insan sağlamlığının qorunmasına, problemlərinə çox ciddi töhfə verəcək. Təqdim olunan video çarxlarda gələcəyin şəhər modelləri, ekoloji məkanlar və rəqəmsal idarəetmə sistemləri nümayiş olundu. Zamanın yorğun çiyinlərində ağırlaşmış bir şəhər vardı. Bakı. Onun küçələri küləyin xatirələri kimi səssiz, daşları isə unudulmuş dualar kimi susqun idi. Dəniz sahilində dalğalar sahilə yox, sanki keçmişə çırpılırdı. Zaman axdıqca şəhər başqa bir nəfəs aldı. Köhnə Bakı susaraq yaddaşda dondu. Onun kölgəsi üzərində isə yeni, zamanın görünməz ürək döyüntüsü quruldu. Sonra bir iradə gəldi. Heydər Əliyev. O şəhəri dinlədi. Daşların içində gizlənən səsləri, yolların yorğun nəfəsini, insanların ümidlə qorxunun arasında titrəyən arzularını eşitdi. Və şəhər tədricən oyanmağa başladı. Bakı artıq yalnız bir məkan deyildi. O, keçmişin kölgələri ilə gələcəyin işığı arasında titrəyən bir nəğmə oldu. Və dəniz. O hələ də sahilə vurur. Amma indi hər dalğa sanki bir şeyi pıçıldayır. Şəhərlər də dirilə bilər. Ajan, yaşamar ol hər zaman, Azər, ajan, sənlə dalıram ilham, Azər, ajan, nəvəli sözlü dünyam. Bəzi yerlər bu dəyişimi daha dərindən hiss etdi. Azərbaycan Tibb Universiteti də şəhər kimi yenidən qurulur. Divarlar burada susmur. Onlar ürək döyüntülərini öyrənir, nəfəsin ritmini yadda saxlayır, ağrının dilini çözməyə çalışır. Bu divarlar illərdir eyni sualı eşidir. Necə sağalda bilərik? Cavablar dəyişib. Texnologiya dəyişib. Amma sual eyni qalıb. Şəhər böyüyəndə universitet də böyüməli olur. Çünki şəhərin sağlamlığı burada başlayır. Şəhərsalma yalnız küçələrin düzülüşü deyil, bu insanların bir-birinə nə qədər tez çata bilməsidir. Həkimin xəstəyə, təhsilin praktikaya, ideyanın həyata. Daha sonra çıxış edən Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımov bildirdi ki, bugün şəhərlərin inkişaf göstəricisi yalnız memarlıq deyil, insanın sağlam və təhlükəsiz yaşam imkanları ilə ölçülür.
O qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət siyasəti çərçivəsində Azərbaycanın şəhərsalma strategiyası yeni mərhələyə qədəm qoyub. Bakının 2040-cı ilədək inkişaf planı, yaşıl dəhliz layihələri, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ağıllı şəhər və ağıllı kənd konsepsiyaları da tədbirdə xüsusi maraq doğurdu. Bakının Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun və artan qlobal etimadın göstəricisi kimi qiymətləndirildi. Ladies and gentlemen, dear guests, Xanımlar və cənablar, dəyərli qonaqlar. all the participants, İlk növbədə mən Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun bütün iştirakçılarını salamlayır və uğurlar arzu edirəm. İnanıram ki, bu konferans elmi yeniliklərin məruzəsi, qabaqcıl təcrübələrin bölüşdürməsi və səhiyyə sahəsində innovativ yanaşmaların təşviqi baxımından əhəmiyyətli nəticələr verəcəkdir. Türkiyənin Ege Universitetinin dosenti Aziz Eftekari, Azərbaycan və Türkiyə universitetləri arasında elmi əməkdaşlığın genişləndiyini vurğulayaraq, nanobiotexnologiyanın həm səhiyyə, həm də müasir şəhər mühitinin formalaşmasında mühüm rol oynadığını bildirdi. Səmim qəlbdən salamlayıram. İzmirdən, qardaş şəhərdən, Bakının doğma qardaş şəhərindən sizə salamlar gətirmişəm. Özəlliklə Ege Universitetindən, oradakı professora, müəllim heyəti və cənab rektorun da salamlarını gətirmişəm. Əslində biz çoxdandır Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıq edirik. Buradakı yaxşı alimlər, qiymətli alimlər var. Onlarla bircə çoxlu elmi araşdırmalar və tədqiqatlar gedir. Özəlliklə təşəkkür etmək istəyirəm. Cənab rektor, hörmətli Gəray müəllimə, onun tapşırıqları ilə çox yaxşı əməkdaşlıqlar davam eləyir. Bizim çalışdığımız alan nanobiotexnoloji və toksikoloji alanıdır. Bilirsiniz, şəhər salmada şəhərin gözəlliyi, onun görünüşü bir tərəfə, yaşıllığı bir tərəfə psixolojik olaraq, bir də şəhərdəki istifadə olunan materiallardır. Bu materialların davamlı inkişafa xidmət eləməsi
sağlam olması, toksik olmaması ve aynı zamanda radyasiya kimin meselelerden uzak olması önem daşıyır. Enerji meseleleri bir diğer önemli husustur. Bu hususda da biz gərək elə materiallar, elə gərək sistemlər işlədək ki, bunlar yaşıl sistemə mənfi təsir eləməsin, onların degradasiya olması və başqa problemlərə gətirib çıxarmasın. Buna görə biz Azərbaycanda 4 universitet, Türkiyədən 3 universitetlə birgə bu işi başlamışıq. Eyni zamanda biz əməkdaşlıq edirik Avropadan bir neçə güclü universitetlə və onların da Almaniyadan olan, Polşadan olan, Ukraynadan olan başqa alimlərin də iştirakı ilə yaxşı proseslər gedir və yaxşı nəticələr əldə eləmişik və inşallah bunları biz doğma Azərbaycanda, gözəl Azərbaycanda və özəlliklə Bakı şəhərində tətbiq eləməyimizi ümid edirik. Konfrans çərçivəsində təşkil olunan elmi sessiyalar isə tibbin müxtəlif istiqamətlərini əhatə etdi. Xüsusilə rəqəmsal tibb, süni intellekt əsaslı diaqnostika sistemləri, nanobiotexnologiya və innovativ cərrahiyyə üsulları iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Elmi işlər üzrə prorektor, professor Məlahət Sultan isə qeyd etdi ki, konfrans universitetin son illərdəki elmi fəaliyyətinin nəticələrini ortaya qoymaqla yanaşı, səhiyyənin gələcəyinə dair yeni baxış formalaşdırır. Onun sözlərinə görə, sağlam şəhər mühiti artıq təkcə memarlıq anlayışı deyil, ictimai sağlamlığın əsas komponentlərindən biridir. Bugün Azərbaycan Tibb Universitetində növbəti elm bayramının həyəcanını yaşayırıq. Bu həyəcan bugün bizim üçün daha qürur vericidir. Çünki bizim bu ilki tədbirimiz Cənab Prezidentin 2026-cı il üçün imzaladığı şəhərsalma və memarlıq ilinə həsr olunmuşdur. Konfransımızın əsas istiqamətlərini özündə cəmləşdirən, urbanizasiya və sağlamlıq problemlərini özündə elmi və kliniki baxımdan bir arada gətirən bu konfrans, düşünürəm ki, bu sahədə çalışan həkimlər, eyni zamanda ekspertlər üçün çox əhəmiyyətli olacaq. Prorektor qeyd etdi ki, şəhərsalma və memarlıq ili çərçivəsində sağlam şəhər mühiti və ictimai sağlamlıq mövzuları xüsusi aktuallıq daşıyır. Konfransımız çərçivəsində 14 panel sessiyası və 3 kursun keçirilməsi planlaşdırılmışdır. Hal-hazırda gedən bizim sessiyamız, plenar sessiyamız məhz şəhərsalmaya həsr olunmuşdur. Burada Azərbaycan Tibb Universiteti ilə yanaşı bu sahədə çalışan dəyərli ekspertlər öz fikirlərini bizlərlə bölüşəcəklər. Dünyanın müxtəlif ölkələrindən gələn alimlər, cərrahlar və tədqiqatçılar belə beynəlxalq platformalarda iştirakın elm üçün mühüm əhəmiyyət daşıdığını bildirərək, Azərbaycanın son illərdə elm və innovasiya sahəsində yaratdığı müasir mühiti yüksək qiymətləndirdilər. Bir qalib ölkənin nümayəndəsi kimi Cənab Prezidentə öz şükranlarımızı bildiririk. Bu sistemin yaradılmasında onların xüsusi dəstəyi var. Ulu öndəri də böyük hörmətlə, minnətlə və məhəbbətlə yad edirik. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün bu iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox. Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayil, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti susu. Biz onlarsız yaşaya bilmərik, təsəvvür edə bilmərik. Zamanın sükanı eyni əllərdə istiqamət tapdıqca,
torpaq üzərində səssizcə bir quruculuq nəğməsi yüksəldi. Daşlar yaddaşla, yollar ümidlə hörüldü. Külək belə yenilənən sabahın qoxusunu daşıdı. Bu görünməz iradənin axarında ölkə özünü yenidən kəşf etdi. Davamlılığın sakit gücündə, dövlətin isə ürək kimi döyünən möhkəmliyində. Düşünürük ki, bizim boynumuzda, biz alimlərin, universitetdən olan gözəl insanların boynunda bir məsuliyyət var. O məsuliyyət də Azərbaycanı daha da yaşıl, daha da inovativ, daha da davamlı inkişaf ölkəsi olaraq xidmət eləməkdir və olacaqdır. Buna səmimi qəlbdən inanırıq. Dünya Azərbaycanlı Alimlər Birliyi də bunun üçün məhz Azərbaycan Tibb Universiteti ilə yaxşı əməkdaşlıq başlayıb, memorandumlar imzalanıb və dünyada yaşayan gənc Azərbaycanlı alimləri də bu məsələyə cəlb eləmişik. Konfrans plenar sessiyalar, elmi təqdimatlar və praktiki müzakirələrlə davam etdi. Bakı bu dəfə yalnız elm adamlarını deyil, gələcəyin sağlam şəhər modeli ətrafında formalaşan yeni düşüncə platformasını da özündə birləşdirdi.